Masallı rayonu Gəyəçöl kəndi Əlikiram Hümmətova qarşı müqavimətdə. İkinci hissə. 1993-cü ilin iyun ayında Masallı İcra Aparatı binasına Əlikiram Hümmətovun bandası tərəfindən silahlı hücum əməliyyatı da həyata keçirildi ki, Ağaddin Neftiyevin məsləhətçi Yavər və binanın komendantı Qasımın və digər rəsmi şəxslərin müqaviməti ilə rastlaşdılar. Lakin məhz Yavər və Qasımın qəhrəmanlıqları nəticəsində Ağaddin Neftiyev möhürlə birlikdə binanı tərk edə bilmişdi. İcra Hakimiyyəti binası isə bəzi yerli məmur və onların əlaltılarının sayəsində Əlikiram Hümmətov tərəfindən ələ keçirildi. Əgər şahidlərin yadlarına gəlirsə, həmin günlərdə İcra Hakimiyyətinin həyətində keçirilən güya müxalifət mitinqində açıq şüarlarla rayon ziyalıları dırnaqarası Əlikiram Hümmətovdan dəstək istəyən rayon ziyalıları adından müraciət də ünvanladılar. Az sonralar vəzifə sahibləri ola bildilər həmən adamlar. Lənkəran TV-də arxivdə bu miting saxlanılmalıdır. O illərdə Lənkəranda televiziya kanalı Zonada yayımlanırdı ki, onun arxivində çəkilən Əlikiram Hümmətovun rəhbərliyi ilə keçirilən müşavirədə rayon ziyalıları açıq şəkildə efirdə görünürdülər ki, onu da qeyd edim ki, Allah şükür Paşazadə o müşavirədə Əlikiram Hümmətovla qoşu əyləşmişdi. O cümlədən deputat, publisist Sabir Üstəmxanlının qardaşı da polis kimi orada iştirak edirdi və həmən müşavirədə Ağaddin Neftiyevin adı tez-tez hallanırdı.